الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين وصلى الله على محمد وآله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم ثم لتسألن يومئذ عن النعيم صدق الله العلي العظيم. Allah Təbarək və Teala Quran-ı Kərimdə mübarək Təkasür surəsinin 8-ci ayəsində buyurur ki, sonra onlar o nemətlər barəsində haqqında sorğu-sual olunacaqlar. Şeyxdən Allah razı qalsın, ehtiram edib çağırıbdır. Allah sizləri də xeyirlə mükafatlandırsın dünya və axirətdə. Əhl-i Beyt əleyhissalamın ayrı salmasın. Qısa vilayət mövzusuna toxunub istəyirəm elə İmam Rıza əleyhissalamın əzəmətli əshabından olan İmam Həsən əleyhissalamın şəcərə ilə 4-cü balası olan Şah Əbdüləzimdən ki, Rey şəhərində əzəmətli ziyarətgahı var. Onun siz möminlərə bir tövsiyəsi var İmam Rıza əleyhissalamın dili ilə, onu çatdırım inşallah ki, bizi üçün bir ibrət fayda olar. Çünki vilayət, Əhl-i Beytin vilayəti o qədər mühüm məsələdir ki, bizlər o mövzularda təəssüf ki, çox az və zəif olaraq yanaşma veririk. Yəni, o haqda çox az məlumatımız var ki, biz onları oxumuruq. Çünki vilayət elə bir məsələdir ki, insanın ibadətlərinin qəbul olunmasının səbəbidir. Həmin bu mübarək ayəni ki, zikr elədi, Əhl-i Beyt əleyhissalamdan bir neçə təfsirlər var. Bizim etiqadımız da budur ki, Quran-ı Kərim Allahın möcüzələrindəndir, Peyğəmbərin möcüzələrindəndir və Quranın ayəsinin bir zahiri var. O zahirin də Həzrət buyuruyor ki, 70 batini var, o batinin də 70 batini var. İlahi kitabın ecazkarlığı bundadır. Nəinki, elə quru bir dənə ayəni götürəsən, deyəsən ki, bunun mənası budur və salam. Ayənin zahiri budur ki, İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Əmir-ül-Müminin əleyhissalamdan Həzrət dedi ki, Allah Teala insanların yediklərindən və içdiklərindən sorğu-sual edəcək. Bir təfsiri budur. Və günlərin bir günü Əbu Hanifə Numan bin Sabit də əsladır. Bilirsiniz, İmam Sadiq əleyhissalamın dönəmi yaşayıb. Adına uyğun da Hənəfi məktəbinin banisidir. İmam Sadiq əleyhissalamın yanında 2 il dərs alıb. Öz dilindən də var ki, Ləvla sənətən də hələkəl Numan. Əgər o 2 il olmasaydı, Numan həlak olardı. Amma ona baxmayaraq, İmam Sadiq əleyhissalamın müqabilində ictihad elədi və bir məktəb qurdu. Numan ibn Sabit bir gün gəlir İmam Sadiq əleyhissalamın görüşünə. Bu hadisəni mən hədis kitablarında 2 cür fərqli sənədlə oxumuşam. Bir rivayətin sənədi ilə deyəcəm. İmamın qapısına gəlir, Həzrətin görüşünə daxil olmaq istəyir. İmama xidmətçilər deyir ki, bəs Numan gəlibdir, sizi ilə görüşmək istəyir. Həzrət deyir ki, gözləsin. Onu qapıda saxlayır. Və həmin müddətdə Kufədən bir dəstə möminlər yığılıb gəliblər, imamla görüşə icazə istəyirlər, imam onları içəri daxil edir. Əbu Hanifə yenə istəyir ki, daxil olsun, xidmətçi deyir ki, imam hələ icazə verməyib sənə, gözlə. Xülasə bu həmin dəstəyə qarışır, içəri daxil olur. Gəlir, əyləşir bir kənarda, görür ki, Kufədən gələnlər imama müxtəlif suallar verirlər. Suallardan da biri budur ki, və sizin tərəfdarlarınız əhl-i sünnənin sevdikləri barəsində biraz çox qabarıq sözlər deyirlər və o sözlərin qabağını almaq üçün bizə bir nəsihət ediyor. İmam dedi ki, mənim sözümə cəmaət qulaq asmır ki. Bir Əbu Hanifə yerindən dilləndi ki, ey Peyğəmbərin balası, sən axı Peyğəmbər balasısan, necə sözümü dinləmirlər? Deyir, elə birisən, mənim sözümü dinləmirsən. O təəccüb eləyir, Həzrət deyir ki, mən sənə icazə vermədim, icazəsiz evimə daxil oldum. Halbuki özü fəqih bilirsən də, alimsən, ictihad edirsən, ümmətə fətva verirsən. İkincisi, icazə almadan gəldin, əyləşdin. Üçüncüsü, icazə almadan danışırsan. Mən başqa kimə deyim sözümü ki, mənə qulaq assınlar? Sən də o sözü deyirsən, halbuki mənə itaət eləmirsən. Xülasə orada Həzrətlə aralarında diyaloq olur ki, deyir, eşitmişəm, sən qiyasla fətva verirsən, deyir, bəli, imam ona müəyyən misallar çəkir. Söz gəlir, çatır bu ayə ilə bağlı. Həzrət deyir ki, bu mübarək Təkasür surəsi 8-ci ayə haqqında nə deyirsən, ey Numan?
Deyir, mən deyirəm ki, Allah bizə verdiyi ət-əmə, yeməklər və mə'ül bərid, soyuq su haqqında bizi sorğu-sual eləyəcək. Deyir, əgər Allah bunlara görə səni sorğu-sual etsə, sən elə sorğu-sual məkanında elə qalacaqsan ömürlük. Daha heç keçib gedəməyəcək soranı. Deyir, bəs məna nədir? Ey Peyğəmbərin bax, deyir, nemətdə məna bizim vilayətimizdir. Allah sizləri, bu ümməti bizim vilayətimizdən sorğu-sual eləyəcək. Elə bilməyin ki, bu məsələ asandır. Yəni, hamımız orada bu haqda sorğu-sual olunacaq. Məşhur Səqələyn hədisində Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurur ki, İnni tariku fikumus Səqələyn, mən sizin üçün 2 ağır əmanət qoyuram, ya Siqləyn 2 cürdə oxunur. Ağır, yəni mənəvi yükü ağır olan, zahiri çəkisi yüngül olsa da mənəvi əsas odur, yükü ağır olan sözə deyərlər. Həzrət deyir ki, bu 2 ağır əmanət ki var, bunlardan bəş tutun. Biri Allahın kitabıdır, biri mənim itirətim olan Əhl-i Beytdir. Onlar heç vaxt bir-birindən ayrılmayacaqlar ta ki, Kövsər hovuzunun yanına çatana qədər. Onlardan önə keçməyin, geri qalmayın, hər iki halda zəlalətdir, azğınlıqdır. Onlardan alim yoxdur ümmətin içində. Çünki Quran özü nə deyir? Fəsəlu əhlə zikri in kuntum lə tə'ləmun. Əgər bilmirsinizsə zikr əhlindən soruşun. Məsumlar da bu ayənin təfsirində deyirlər ki, zikirdə məqsəd Peyğəmbər sallallahu aleyhi və aleyhdir, əhli də bizik. Yəni o sual, çünki Quranın özü ki deyir, bilmədiklərinizi soruşun zikr əhlindən. Yəni ayənin mənası budur ki, o sualların hamısının cavabını bilən adamdır. Ona sual versən, onun cavabını, məsələn, bir tələbə kimi mənə sual verərsiniz, mən o sualın cavabını bilməyə bilərəm. Deyərəm ki, icazə verin, gedim, araşdırım, axtarım, kitaba müraciət edeyim, gəlim sizə onun cavabını deyim. Amma onlar elə bir ailədir ki, elə bir əzəmətli ilahi dərəcədədirlər ki, onların elmi ilahi elmdir, onlarda cəhalət sifəti yoxdur. Rəhmətli Ustadül Füqaha, indiki müctəhidlərin atası Seyyid Xoy Qüddüsə Sirruhdan bir xatirədir, deyir ki, günlərin bir günü bərbərdədir, ağa, xatirəni danışırlar, deyir, bərbər onun saçını qırxan zaman ağaya bir sual verir. Deyir, daxilindən belə bir his keçir ağanın ki, özü sonra danışıb bu adama, o şəxs bunu xatirə kimi sonradan nəql edir. Deyir, daxilimdən bir his keçdi ki, baxda mənə kimi fəqih, gör ki, əzəmətli adamam, gəlib mənə sual verirlər, ham məndən soruşur, öyrənir. Deyir, elə bu hisslə, fikirlə cavabı dedim. Birdən deyir, bərbər qayıtdı ki, ağa, elə bilirəm ki, sizin nəzəriniz burada məsələdə başqadır. Deyir, elə birdən ayıldım ki, mən xəta elədim, cavabda səhv dedim. Dedim, bir an, yəni insan o öz başına qalır. Deyir, Allah dedi ki, ey xoyba, səni bir anlıq öz dəfsindən baş-başa buraxdım, gör, halətin necə oldu? Gedərdi, Allah hamıya nəsib eləsin, Hürrün məzarının ziyarətinə, deyərdi ki, sən bir sadi insansan, nə ləqəbin var, nə rütbən var, nə vəzifən var, nə fəqih olmusan, nə alim yetişdirmişsən. Mən bu boyda hövzənin rəisiyəm, bu boyda fəqih yetişdirmişəm, bu qədər dərs demişəm, təbliğ eləmişəm. Səyinlə mənim fərqim çox böyükdür. Mən hələ bilmirəm aqibətim necə olacaq, amma sənin aqibətin bəllidir. Yəni ona görə bu həqiqətən də bu ibrətdir ki, lamadan, qudamadan hamısı biz üçün gəlib çatıb. Bu xüsusi bir nemətdir ki, biz də Əhl-i Beytin vilayətindən sorğu-sual olunacaq. Buna mütləq diqqət edək. Salavat zikr eləyək Muhammed və Ali Muhammed. Şah Əbdüləzim çox əzəmətli bir şəxsiyyət olub. Onun haqqında da istəmirəm çox danışım. Nəsib olar, şeyx sizə inşallah ətraflı məlumat verir. Allah ziyarəti nəsib eləsin. Çox mənəvi məkanlardan biridir. Əbdüləzimin ümumiyyətlə özü haqqında Əhl-i Beytin kifayət qədər tərifi var. Kifayət qədər onun haqqında kəlamlar deyiblər. 4 imamın, düzdür, rical alimlər arasında biraz fikir ayrılığı var. Əla-kulli hal 4 imamın məzhərində olub. İmam Musa Kazım əleyhissalamın səhabəsi olub. Sonra oğlu İmam Rıza əleyhissalamın, sonra İmam Cavad əleyhissalam, daha sonra İmam Hadi əleyhissalamın. O qədər əzəmətli alim olub ki, ona baxmayaraq hər imamın məzhərinə gəlib öz etiqadını yeniləyib. Hətta rivayətdə var, bir gün gəlir İmam Hadi əleyhissalamın yanına, deyir ki, imam onu görən kimi salam verir. Deyir, salam olsun sənə ey Əbəl Qasim, sən o kəssən ki, bizim haqqımızı mərifət eləmişsən. Çox əzəmətli söz deyə, bu hər adamın haqqında deyilməz. Deyir ki, istəyirəm ki, mən əqidəmi sizə təqdim edeyim, siz ona baxasınız və görəsiniz ki, mən düz etiqad edirəm, ya səhv edirəm. Rivayət uzundur, onu istəmirəm, vaxt azdır.
Aydın qardaşımız da burada inşallah istifadə eləyəcək səsindən. Rivayətdə gəlir ki, Həzrətə başlayır bir əqidəsini saymağa, tək Allahlılıqdan, şərik olmamaqdan, Peyğəmbər sallallahu nübüvvətdən, imamətdən və bura kimi çatdırır qəbir evindən, sonra mələklərin sorğu-sual eləməsindən, nəhyəz münkərdən, əmr bil mərufdan. Həzrət deyir ki, and olsun Allaha, bu Allahın razı qaldığı dindir ki, sən o dini yaşayırsan, etiqad eləyirsən və bu din üzərində də qaldığın müddətdə hər bir kəs ki, nicat tapacaq. Quran deyir, fəqəd əfləhə mən zəkkəhə. O qad əfləhə mən zəkkəhə, yəni o nəfsini paklayan, özünü paklayan mütləq nicat tapacaq. Həmin bu şəxslər də ki, özlərini pakladılar, nicat tapdılar. Allah bizləri də inşallah onlardan, bəhr aparanlardan qərar versin. Şah Əbdüləzimin Həzrət İmam Rıza əleyhissalamdan bir rivayətini istəyirəm inşallah deyim. O bir əmanətdir, hamımıza lazımdır. Hər gün hətta biz oxusaq onu, həyatımıza tətbiq eləsək, çox gözəl olar ki, düşünək, təfəkkür edək onun haqqında. Şah Əbdüləzim deməli gəlir İmam Rıza əleyhissalamın yanına. İmam Rıza əleyhissalamın görüşünə çatanda deyir ki, ya Əbdəlazim, əbliğ ənni əvliyə-issalam, mənim dostlarıma birinci salamımı çatdır. Təsəvvür edin ki, bax, imam sizlərə salam ötürür. Bu rivayəti ki, mən nəql edirəm, bu Əbdüləzimin dilindən bizə gəlib sərih çatmış rivayət. Deyir, mənim dostlarıma, tərəfdarlarıma, möminlərə salamımı çatdır. Və diqqət edin bir neçə yerdəki ehtiyatınızı saxlayasınız. Biri budur, deyir, və qulləhum lə yəc'alu liş-şeytani ələ anfusihim sabilə. Deyir, Həzrət deyir ki, şeytana tabi olmayın və ehtiyatlı olun ki, diqqət edin ki, o sizin yolunuzda oturub sizi azdırmasın. Şeytan iki cürdür. Hədislərdə var, məsələn, Fələq surəsinin təfsirində var, Nas surəsinin təfsirində var. İmam Baqir əleyhissalam deyir ki, əş-şeytanı qismeyn. Şeytan iki cürdür. Minən-nasi və minəl-cənni. İnsanlardan var, cinlərdən var. İki cürdür. Yəni, tək o deyil ki, cin olsun. İnsan var da, şeytan yəni sifət dəstində, xüsusiyyətli ad deyil. Yəni, məsələn, o insanı ki, azdıran fikirlər var. Gəlir, deyir ki, cavan oğlandır, məsələn, bir iş adamıdır, pulu var biraz əlində, gedək filan şey eləyək, gedək filan yerə, filan bir oyun oynayaq, filan işi görək. Vəsvəsə eləyir elə bunu bir dəfə, iki dəfə də nəfsi zəif oldu, bir də gözünü açır ki, artıq o quyuya düşür. Deyir, o şeytanla ehtiyatlı olun ki, onlar sizin yolunuzun üzərində oturub azdırmasın, buna diqqət edin. Fərqi yoxdur, gözə görünən olduğu olmadı. Sonra Həzrət deyir ki, biz yadımızda saxlayın ki, Allah Taala sizi ilə əhd bağlayıbdır. O əhdə xəyanət eləməyin. Əhdimizdə sadiq olun. Quran-ı Kərimdə də bilirsiniz, Yasin surəsində də var ki, Allah Taala deyir ki, ey Adəm övladı, əgər mən sizə əhd bağlamadımmı ki, şeytana ibadət eləməyin və lə tə'buduş şeytan, o sizin açıq-aşkar düşməninizdir, ləkum əduvvun mubin. Həzrət ayəni zikr eləyir və sonra buyurur ki, insanların qarşısında iki yol var. Ya ilahi yoldur, sırat-ül müstəqimdir. Bunun özü ayrıca bir bəhsdir. Sırat-ül müstəqim kimdir? Peyğəmbər və ali peyğəmbərdir. Bu təfsirlərdə gəlir. İkincisi də ki, şeytani yoldur. Şeytan sizə heç vaxt birbaşa vəsvəsə eləməyəcək ki, gedib deyək ki, məsələn, bu günah yoludur, günahı seçin. Onu deməyəcək. Sizə o günahı gözəl göstərəcək, xoş göstərəcək. Və daha sonra o yola çəkəcək sizi. Həzrət sonra kəlamında buyurur ki, danışdıqda doğru olun, sadiq olun, həqiqəti danışın, yalan danışmayın, insanları aldatmayın. Daha sonra Həzrət sözünün arxasında buyurur ki, İnnəlləhə yə'murukum ən tu'addul əmanə ilə əhliha və deyir, Allah sizlərə əmr eləyib ki, əmanəti sahibinə qaytarın, sahibinin haqqını əda eləyin. Mən Əbülfəzl Abbas əleyhissalamın haqqında bir kitabı mütaliə edirdim. Orada bir hekayə deyirlər. Nə qədər indi doğru olub olmadığı Allah aləm, amma bir alim yazmışdı, təlif eləmişdi. Deyir, bir nəfər Kərbalada yaşayan bir nəfər Əhl-i Beyt tərəfdarı olan bir şəxs
bir əhl-i sünnədən olan bir şəxsin malını götürür, yəni ona əmanət kimi verir. Deyir ki, bunu saxla, bir müddətdən sonra gəlib alaram səni. Deyir, uzun bir vaxt keçir üstündən. Bu, həmin özünə Əhl-i-Beyt tərəfdarı deyən şəxs bu malı heç sahibinin icazəsi olmadan istifadə edir. İstifadə edir və gün keçir, zaman keçir, bir də görür ki, həmin şəxs gəlib ki, əmanəti mənə qaytar. Bu da özlüyündə deyir, fikirləşir ki, bu onsuz da əqidəsi fasid bir adamdır. Yolu düzgün yol deyil. Elə buna deyim ki, bunu götürmə, mən götürməmişəm bu şeyi səndən, belə bir şey olmayıb aramızda, getsin. Deyir, mən bunu belə dedim, yəni bu şəxs deyir ki, məsələn, həmin şəxsə, əhl-i sünnədə olana, dedim ki, bunu götürməmişəm, etiraz elədim, inkar elədim. Bir qayıtdı mənə bir kəlmə, bir söz dedi. Dedi ki, sizin o Əbülfəzl Abbas var, orada deyir, hərəmi ziyarət edirsiniz. Deyir, heç nə istəmirəm, gəl gedək bir dənə ora, zərikdən tut, and iç onun canına, dinən ki, mən səndən o əmanəti almamışam, mən çıxıb gedəcəm. Heç nə istəməyəcəm. Deyir, gəlirlər hərəmə, bu da arxayın gəlir yapışır zərikdən, elə and içəndə ağanın canına, deyir, elə orada canını tapşırır. Yəni, o qədər Əhl-i-Beyt tərəfdarı iddiası eləmək başqa şeydir, həqiqi tərəfdar olmaq başqa şeydir. Kafidə bir hədis var. Deyir, bəzi insanlar şiəlik iddiası eləyər, hətta onun iddiasına şeytan təəccüblənər. İmam Sadiq əleyhissalamın kəlamındadır. Çox incə məsələdir. Münafiq belə də, Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağədə münafiqlər haqqında bir xütbəsi var. Dəhşət bir xütbədir. Əlinizə düşəndə mütləq oxuyun. Allah şahiddir, onun içində adam belə silkələnir, elə bir o zəlzələnin ən pik, belə deyib, balı ilə. Adam onun içindən çıxa bilmir. Həzrət deyir ki, o münafiqlərin dilində elə sözlər var, insanların qəlbinə şəfadır. Əllərində deyir, çıraq var, bütün yollara işıq saçır. Əllərində bir açar var, bütün qapılara düşür. Dəhşət bir söz deyir. Münafiq çox təhlükəlidir. Həzrət ona görə deyir ki, Peyğəmbər sallallahu aleyhi sağlığında deyir, mən sizi üçün nə müşriklərdən, nə kafirlərdən qorxmuram. Sizi üçün münafiqlərdən qorxuram. Münafiqlər sizin içinizdə daha pisdir. Çünki onları tanımırsan axı. O bəzənib gəlir səni kimi İmam Hüseyin əleyhissalam ağlayır. Səni kimi ya Hüseyin deyir, ya Zəhra deyir. Oturur, ibadət edir, amma tanımırsan o kimdir. Və insan nə olur? Nəticədə onu ilə aldanır. Həzrət xülasə deyir ki, əmanətdar olun, əmanətə sahib çıxın. Və bilin ki, həqiqətən də Allah Teala hər bir şey görən və eşidən də o əmanəti haqqını sahibinə əda ediyor. Sonra Həzrət buyurur ki, və sizlərə buyruğumuz budur ki, danışanda doğru olun və sədaqətli əmanətə xəyanətkar olmayın, bir də sükutu seçin. Çalışın, çox danışmayın, sükut əhli olun. Çünki sükut təfəkkürün müqəddiməsidir. İnsan nə qədər sükut edib dinləsə, o qədər çox təfəkkür edir. Məsələn, mən bəzən söhbətlər olub ki, başqa insanlarla, məktəb üzvləri ilə, hətta İslamdan xaric insanlarla, həqiqətən onlarla oturub danışanda bunları praktikada yoxlamışam. Məsələn, bir var ona cavab vermək üçün dərhal mən də danışım, bir də var oturub ona qulaq asıram. Mənim üçün məsələlər daha da incələnir. Hətta fikrimdə olmayan, mövzuya aid qeydiyyatım olmayan məsələlər yadıma düşür ki, mən buna bu cavabı verim, qoy o cavab olaraq onu sustursun. Həqiqətən də sükutun böyük əhəmiyyəti var. Sonra Həzrət buyurur ki, yersiz münaqişələrdən, bəhslərdən uzaq olun. Mənasız bəhslərə girməyin, faydası olmayan. Çünki İmam Sadiq əleyhissalamın rivayətdə var ki, hər kim mübahisə eləsə cənnətin iyini belə duymayacaq. Çünki o münaqişə, həmin o çəkişmə heç kimə bir faydası yoxdur. Bəzən görürsən kimsə biri ilə mübahisə eləyir, mən sənə sübut eləyəcəm, o deyir, mən sənə sübut eləyəcəm. Bu münaqişənin onun nə dünyasına, nə axirətinə faydası yoxdur, əksinə zərəri var. Həzrət tövsiyə eləyir ki, ey Əbdüləzim, mənim şiyələrimə çatdır ki, həqiqətdə də bu işi görsələr, nicat tapacaqlar. Və daha sonra Həzrət buyurur ki, "Otərikəl cidal fīmə lə yəğnihim." O cidalı tərk eləyin, o şeydəki onun üçün sizə mənfəət, qazanc yoxdur, fayda yoxdur. Cidal nədir? Söz oyunu. Məsəl üçün, bəzən görürsən insanlar var, bir işi görür, məsələn, deyək ki, naməhrəmlə başqa həddən aşan hərəkət edir. Deyir, Allah Quranda deyib ki,
Mömin kişilər, mömin qadınlar, möminə qadınların dostudur. Görürsən, bu ayə deyir, mən də ona görə bu qadından dostluq edirəm. Bu dostluq eləmir, ha? Həddini aşıb, harama mürtəkibdir. Nə dostluq? Naməhrəmin nə dostluğu? Ayənin ardı qalıb qıraqda. Bu cidal. Məsələn, özünü sübut eləmək üçün ayəni özünə sipər edir. Həzrət Əli əleyhissalama da xavariclər elə deyirdi. Əli əleyhissalam Küfədə xutbə eləyəndə bu xavaric təzə yaranmışdı. Qalxdı, qışqırdı. Hökm yalnız Allaha məxsusdur. Quran ayəsi. Əli əleyhissalam dedi ki, əyləş, haqq söz batil niyyətləndir. Söz haqdır, ayədir. Amma niyyət batildir. Və cidal etmək, Həzrət buyurur ki, bax, o iş haramdır. Niyə? Çünki sizi üçün heç bir faydası, mənfəəti yoxdur. Söz oyunu oynayırsan. Halbuki sən, məsələn, dediyim misalda ayənin ardını oxusan, görəsən deyir ki, o mömin kişilər, mömin qadınların yardımçısıdır, köməkçisidir. Necə? Yə'muruna bil-ma'ruf, yənhavna anil munkar, yaxşı işə dəvət edərlər, pis işdən çəkindirərlər, namaz qılarlar, xeyir işdə bir-birinə dəstək olarlar. Məsciddə məclis var, möminə xanımlar gəlib, xanımlara aid işləri görür. Mömin bəylər gəlib, möminlərə aid orada xidmət işləri görür. Bu oldu yardımlaşma. Bu ayənin mistaqı budur. Nəinki durum naməhrəmlə mən, nə bilim, gedim parkda gəzim, çayxanada oturum, adını da qoyum ki, ayə deyib ki, dostluq. Nə var ki burada? Həzrət deyir ki, ona görə cidaldan qaçın, siz eləməyin. Müminin sifəti deyil ki, o cidal eləsin, söz oyunu oynasın. İndi şeyx gözəl bilir, tələbə olanlar varsa bilirlər, məntiq dərsində bunu keçirlər ustadlar ki, cidal nə bir şeydir və hansı hallarda onu istifadə etmək olar, ya olmaz. Sonra imam buyurur ki, qohum, əqraba, silə-i rəhmi pozmayın, qət'i rəhim əhli olmayın, silə-i rəhmi aradan aparanlardan olmayın, bir-birimizi ziyarət edin, get-gəl edin. Məsələn, hədis var, ümmətin ixtilafı Allahın rəhmətidir. Bu hədisi başqa məzhəb sahibinə verdilər, dedilər ki, ümmət içindəki fiqdə ixtilaf var. Məsələn, bir alim deyir, bu haramdır, o deyir, məkruhdur, bu deyir, mübahdır, bu deyir, müstəhəbdir. Bu, Allahın rəhmətidir. İmam Sadiq əleyhissalama ərz eləyəndə deyir, Allah Rəsulunun kəlamlarını necə təhrif ediblər? Deyir, burada ümmətin ixtilafı elm öyrənməkdir. Yəni, gediş-gəliş eləyin, bir-birimizdən elm əldə eləyin. Nəinki fitnə salıb, parçalanma yaradıb, adını qoyursunuz ki, Allahın rəhmətidir. Allah bir cür ibadət göndərib də, mən deyim ki, mən məsəl üçün bu cür ibadət edirəm, o desin, yox, o cür eləmək lazımdır, bu desin, bu cür eləmək lazımdır, bunun arasında rəhmət var. Burada fitnə var, parçalana ümmət gedir. Sonra Həzrət buyurur ki, bizim dostlarımızı incitməyin, onların abırını aparmayın. Əli əleyhissalamdan da var, deyir, əgər bir adamı tanısaz ki, bu adam abır aparandır, elə eləyin o adam sizi tanımasın. Çünki sabah gəlib sənə deyişər. Həzrət deyir ki, bizim dostlarımızın abrını aparmayın. Fitnə bir müddətli yayılıb. Fəqihlərimizə Allah hamısına özünə ömür versin. Dünyasını dəyişənlərə rəhmət eləsin. Həmin fəqihlərin nə qədər haqqında böhtan atanlar oldu. Hamısı rüsva. Bax, mən neçə adamı tanıyıram onların içərisindən. Hamısının eybi açıldı, pis əməlləri çıxdı. Halbuki o vaxta qədər heç o adamlar çoxsu bilmir də, bunlar nə işlə məşğul. Müminin abrını aparmaq olmaz. Çünki başqa rivayətdə var, Həzrət deyir ki, əgərlərim bir nəfər müminin eybini açarsa, ona böhtan atarsa, Allah deyir, onu öz vilayətindən xaric eləyər, şeytan vilayətinə daxil eləyər, deyir, şeytan da onu özündən uzaqlaşdırar. O həddədir ya. Yəni, bunu nə iblis qəbul eləyir, nə Allah. Yəni, ortada qalıb sərgərdən. Yenə biri qəbul eləsə, deyəsən, dərdir. Sonra Həzrət buyurur ki, iki dəstə bağışlanmayacaq. Həmin o dəstələrdən biri budur ki, müşriklərdir, Allaha şərik qoşanlardır. Digər isə budur ki, bizim dostlarımıza əziyyət verən bədbəxt insanlar. Onlar heç vaxt bağışlanmayacaqlar. Ki, onlar ki, möminlərə əziyyət veriblər. Amin inşallah. Və sonra Həzrət bu kəlamının tamamını buyurur ki, bu sözlərimi möminlərə çatdırın ki, və onlar bunları çalışsınlar, öz həyatlarında tətbiq eləsinlər. Şah Əbdüləzim, bax, bunu İmam Rıza əleyhissalamdan bizi üçün bir tövsiyə olaraq çatdırır. İnşallah ki, o da bizi üçün bir sırğa olar, istifadə eləyərik. Və İmam Rıza əleyhissalamın mübarək mövlud ərəfəsində elə düşündüm ki, bu məktub bizi üçün böyük ibrətə səbəb olar həqiqətən. Çünki İmam Rıza əleyhissalam
xüsusi imamlarımızdan biridir ki, onun dönemində Əhl-i Beytin elmi çox aşkara çıxan vaxtlardandır. İmam Rıza Aleyhisselam həm tavhid mövzusunda, yəni Usul-i-Din, Firuddin mövzularında çox geniş izahatlar açıldı öz zamanında. Elmi bəhslər açmaqla, hətta onun o elmindən əlavə o möcüzəvi qüdrəti var. Məsəl üçün, deyər, imam möcüzələdir ki, onların təkvini vilayəti var. Məsələn, bir ravi nəql eləyir, kafidə var, deyir ki, İmam Rıza Aleyhisselamın bir gün ziyarətinə getməyə qərarlaşdırdım, amma özünə deməmişdim. Gəldim məntəqəyə çatanda gördüm ki, işıqlar sönüb, hər yer qaranlıqdır. Fikirləşdim ki, imamı mən narahat edərəm. Bir də gördüm ki, sanki elə bir evin içərisindən bir nur qalxdı. O qədər işıqlandırdı, hətta girişə qədər. Gördüm ki, bu işıq deyil. İmamın gəlişində onun nuru yayılıb o dərəcədə. Təsəvvür ediyorum. Deyir, onda başa düşdüm ki, imam yəni hətta qapının arxasında olanı da bilir. Təbii ki, bu Allahın elmidir ya. Biri deyər ki, bu şirk elədi Allahın elminə, nisbət verdi filan kəsə. Allah çünki qeyb elmini istədiyinə öyrədir. İndi başqa bir, hətta xanım Zəhra salamullah əleyhanın da Əhl-i Beytin vücuduna söhbəti gətirmək istəyirəm ki, xanım Zəhra salamullah əleyhanın çadırası, özü yox, hələ çadırası, Əhl-i Beytin bir nəfəsi bir şeyə toxunsa, necə mübarəkdir. Həzrəti Yusuf əleyhissalamın köynəyi bilirsiniz də, məşhur söhbətdir. Atası üçün dedi, göndərdi ki, get gözünü açsın. O köynəyi kim geyinib, kimin nəfəsi toxunub? Allah Rəsulunun, Peyğəmbərin. Ona görə onda şifa var, onda bərəkət var, onda rəhmət var. Həzrət Əli əleyhissalam deyir, günlərin bir günü evdə arpası qutarır, Həzrət buğda yeməyib içmək. Arpa, o arpanın ununun çörəyini yiyib. Deyir, o arpa ki qutarır, bir Yahudi qonşusu olur. Əlində də pulu olmur. Xanım Zəhra salamullah əleyhanın çadırasını əmanət verir ki, bunun müqabilində mənə biraz arpa ver, mən sonra borcumu qaytaranda yenidən o libası geri verərsən. Bir gecə vaxtı birdən ayılırlar yuxunun o bir vaxtında, görürlər ki, bir otaqdan nur qalxır, həmin bu Yahudi ailəsi, Bəni İsraildən olan. Bir təəccüblənirlər, gəlib otağa baxanda görürlər ki, o çadıradan bu nur qalxır. Və gedirlər, rivayətdə gəlir ki, 80 belə ailəyə xəbər verirlər ki, gəlin bunu izləyin. Ki, belə bir hadisə baş verib, deyir, onlar sonradan İslamı qəbul edirlər. Əhl-i Beytin, yəni tərəfdarı olmağı qəbul edirlər. Əhl-i Beytin vücudu bərəkətdir hamı üçün. Məsələn, deyirlər, İmam Zaman Əcəlallah fərəcə aramızda yoxdur. Aramızda zahirən yoxdursa da, onun bərəkəti var da. İmam Sadiq əleyhissalam ən cahilin başa düşəcəyi dildə deyir. Deyir ki, günəşin necə ki, bulud arxasında olması ilə yenə də biz ondan bəhrə aparırıq, istifadə edirik. İmamın da qeybdə olmasına məsələsi odur. Günəş necə bulud arxasındadır, imam da qeybdədir, amma onun vücudundan biz bəhrə aparırıq. Sadə bir metod, onun varlığı kifayət edir ki, yer öz əhlini udmur, yəni qiyamət baş verir. Mahiyyət budur. Ona görə İmam Rıza əleyhissalamın, bax bu Mövlud günü də bizim üçün bir vasitədir ki, biz imamı tanıyaq. Həqiqətən o kimdir? Hansı məqamın sahibidir? Həqiqətən biz onu, və ya şeyx dedi ki, arifən bir haqqı məsələsi. Bax, ziyarətnamələrdə hamısında diqqət eləsək, deyir ki, kim ki arifən bir haqqı ziyarət eləsə, mən zarən arifən bir haqqı, fəlahul, məsələn, 20 həc, 20 ümrə, ki ona məsələn 20 dənə həccin, 20 dənə ümrənin, başqa hədisdə gəlir 100 dənə həc ümrənin, başqa hədisdə gəlir 1000 dənə həc və ümrənin savabı yazılar. Hədis var ki, amma bir dənə ümrənin savabı da yazılar. Bu nədir? Böyük müctəhidlərimizdən Şeyx Bəşir Nəcəfinin oğlu Şeyx Əli Nəcəfi dərsi xaricdə gözəl bir izah verdi. Deyir ki, bu hədislərdə ziddiyyət yoxdur əslində. Fərq nədədir? İnsanın mənəvi dərəcəsinin, Əhl-i Beytə mərifətinin fərqinə görə savab dəyişir. Mənim mərifətim orada çatır ki, mənə o ziyarətimə bir dənə ümrənin savabı yazılsın. Amma bir mömin var, ona 20 dənə ümrənin savabı yazılır. Niyə? Mərifəti çoxdur. Məsələn, bayaq şeyx toxundu zəvvarların gedib gəlmək məsələsinə. Həqiqətən, mən bir misal çəkim, 2018-də Ərbəyinə gedirdik. Yolda bizimlə bir qardaş var idi. İslam'a təzə gəlmişdi. Anası da Yahudi idi əsli. Atası Azərbaycanlı idi. Yolda gedəndə neçə ilin zəvvarlarından biridir. Qayıtdı ki, mənim ayağım ağrıyır. Mən buradan maşın tutacam, çıxıb gedəcəm. Daha piyada getmirəm.
Bu qardaş isə üzr istəyirəm, ayaqları biraz yara olmuşdu. Biraz yox, yəni kifayət qədər yara olmuşdu. Biraz kök adamdır, hərəkətsiz olur. Birinci ziyarətidir. Amma ziyarətdən qabaq da xeyli kitab oxumuşdu İmam Hüseyin əleyhissalam ziyarət haqqında. Mən o səhnəni gördüm, həqiqətən bir dəhşətli oldum. Qayıtdım ona dedim ki, sən də bu qardaşa qoşul, bunu ilə bir yerdə get, qaldığımız yerə yaxın, hərəmə yaxın, oradan deyərəm, tapşıraram, möminlər aparar sizi qaldığımız ünvana. Bir də gördüm ki, Allah əllərini qaldırdı, başladı başına, qıçına vurub ağlamağa, oturdu yerə. Dedi, xanım Zeynəb salamullah əleyhə buranı əyaq, yalın, palçığın, daşın, çınqılın, tikanın üstündə gedin. Xanım Rüqəyyə salamullah əleyhə burada təhqir oluna, üz gözünə vurula gedib. Qanın, nə bilim, tərin, çirkin, tozun içində, susuz halda gedib. Mən indi bir dənə əyağımın yarasına görə bu cür gedim. Baxın, yəni mərifət budur. Deməli, onun haradasa savabı olacaq. Həqiqətən də oldu. Bir il sonra istəyirdi ki, tələbə olsun, Kərbəla hövzəsinə qəbul oldu. Getdi tələbəçilik eləmək. Balaca bir nemət deyil ha. Əhl-i beyti mərifət elə, o sənin qapısını açsın. Quran deyir ki, əgər sizlərdən biri bir dənə həsənə ilə gəlsə, ona 10 qatı veriləcək. Bu ayənin təfsirində imam deyir ki, həsənə bizim vilayətimizdir. Bir dənə yaxşılıq. Həsənə yəni bir dənə yaxşılıq. Əvəzində 10 qatı. Bizim vilayətlə gəl, Allah sənə 10 qatını versin. Allah bizi o vilayətdən ayrı salmasın, o vilayətin daimi xidmətçilərindən qərar versin, Allah Teala ziyarət və şəfaətin nəsib eləsin, haqqımızı halal edin sizdə yordum. İnşallah dualarımızda bizi də unutmayın. Allah Teala İmam Rıza əleyhissalamın bərəkəti ilə mükafatlandırsın inşallah.